Ya Allah, Allahın salamı olsun sizlərə, əziz izləyicilərimiz. Demək, bugünkü aparatımız universal dənli bitkiləri və otu doğrayan aparatdır. Əziz izləyicilərimiz, demək, 5.5 kilovatlıq mühərriklə, mühərrikimiz həm 220 voltla, həm də 380 voltla işləyir. Hal-hazırda gördüyünüz kimi 220 volt qurğusuna qoşuludur. Demək, voltmetrimiz və ampermetrimiz. Bunkerimizdə 13 kilo dənli bitkili var. Qarğıdalı, buğda və arpa aparatımıza aiddir. Gördüyünüz kimi otu doğramaq üçün çən və 2 dənə otun ələyi, 2 dənə dənli bitkilərin ələyi. Bu gördüyünüz isə otun qapağıdır. İnşallah ota çevirdikdə həmin o qapağı Allahın izni ilə taxacağıq yerinə. Hal-hazırda otun çıxışı bağlıdır. Dənli bitkilərimizi üydəcəyik. İnşallah mən mühərrikimizi işə salayım. Əlcəyi ver mənə. Ya Allah, bismillah. Ya Allah. Zəhmət olmasa gəlin artıq, suyun təzminə baxaq. Əziz izləyicilərimiz, gördüyünüz bu kəmərimiz aparatımızın üstündədir inşallah. Ay maşallah, ay maşallah. 3 dənli bitkisinin, 3 dənli bitkinin un halı. Buyurun əziz izləyicilərimiz. Qarğıdalı, buğda, arpa. Demək, 3 dənli bitkimizin un halı. İnşallah indi otumuzu başlayacağıq doğramağa və onları da sizə çəkib nümayiş elətdirəcəm Allahın izni ilə. Əziz izləyicilərimiz, indi inşallah gördüyünüz kimi ot doğrayanın boşqasını, bıçaqlarını və ələyini qoyduq. İndi aparatımızı yem üydəndən ot doğrayana çevirəcəyik inşallah. Ya Allah.
Ya Allah. Ya Allah. Ya Allah. Və Allahın izniyle başlayaq otumuzu doğramağa. Doğradığımız otun nəticəsi. Bir dəqiqə zəhmət olmasa bəri gəl oradan. Buyurun əziz izləyicilərimiz. Fərz edin ki, bu bizim, biraz aralı çək. Aralı belə dur. Fərz edin ki, bu bizim ambarımızdır. Gördüyünüz kimi, yəni aparatımız püskürtmə vasitəsilə otu doğradı, vurdu ambara. Yəni bu meşoğu taxmaqda məqsədim oydu. Həm də hava küləhliydi, yəni otu dağıtmasın. Və əsas məsələ də odur ki, püskürtmə vasitəsilə yönəldiniz ambara, püskürtmə vasitəsilə vurur, doğranılmış otu ambara. Başlıca səbəb burada, bunu belə etməyimizin səbəbi odur ki, ot doğrayan zaman istifadəsi toz görməsin. Yəni ziyarlarına ziyandır toz. Bunu püskürtmə vasitəsilə vursun ambara. Buyurun, bu isə bizim doğradığımız otun nəticəsi. Əziz izləyicilərimiz, maşallah açığı otumuz da qurudu. Ona görə yalandan burada deməyin nə yeri var ki, ay otum yaşıydı, belədir. Qardaşım, bax göz qabağındadır, qupquru otdur. Elə tulladığından sevinçkə kimi çıtlayır. Əlhəmdülillah. Allah işlərinizi avand eləsin. Əziz izləyicilərimiz, gördüyünüz kimi 2 dənə dənli bitkilər üçün ələyimiz, yəni bu komplektə aiddir. 2 ələyimiz, 2 ələk ot üçün olur. Yemin bunkeri ayrı, otun boşqası ayrı, otun bıçaqları ayrı, yemin bıçağı ayrı və idarə edici qutu. Şunurlar da ki, naqillər də gördüyünüz kimi mis naqillər, voltmetri, cəryanın azlığı, çoxluğu və mühərrikə düşən ağırlığı göstərən ampermetrimiz. Allah işlərinizi avan diləsin, əziz izləyicilərimiz. Allah əziyyət çəkən bütün insanların əməyinin bəhrəsini versin. Özdə Allah o bəhrəni də verəndir. Allah amanında.